Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə Gürcü dilində bir neçə yeni feillər öyrənəcəyik. Bu feillərin hallanmasını öyrənəcəyik. Bugünkü feillərimiz deməli bunlar eteba, yəni etmək, momzadeba, hazırlamaq və idva, almaq feilləridir. Bu feilləri ilk olaraq 3 zamanda, yəni indiki, gələcək və keçmiş zamanda hallanmasını öyrənək. Sonra isə bu feillərin qavşirəbiti formasını öyrənəcəyik. Gəlin başlayaq eteba feili ilə. Hal-hazırda siz ekranda da görürsünüz bu feilin, bugünkü feillərimizin 3 zamanda hallanmalarını və gəlin oxuyaq. Eteba ya da qaqeteba, bu bunun məsdər formasıdır. Və indiki zamanda necə hallanır? Me vaqeteb, mən edirəm. Şen aqeteb. İs aqetebs. Çven vaqetebt, tkven aqetebt, isini aqeteben. İndi gələcək zamanı. Mən edəcəm. Me qavaqeteb. Gördüyünüz kimi gələcək zamanda sadəcə indiki zaman formasının önünə qa feil önü əlavə olundu. Çünki indiki zamanda biz demişdik vaqeteb, gələcək zamanda qavaqeteb. Şen qaqeteb, yəni sən edəcəksən. İs qaqetebs. Çven qavaqetebt, tkven qaqetebt, isini qaqeteben olacaqdı bu. İndi isə keçmiş, bitmiş zamanla mən etdim. Bu Gürcə olur. Me qavaqete, mən etdim deməkdir bu. Şen qaqete. Man qaqeta. Üçüncü şəxsin təkinə fikir verin. Burada man şəxs əvəzinə istifadə olunub. Çven qavaqetet, tkven qaqetet, mat qaqetes. Bu bizim eteba, qaqeteba feilinin samdroşi, yəni 3 zamanda hallanması idi. İkinci feilimiz bu momzadeba feilidir. Hazırlamaq feili. İndiki zamanda bu belə olur. Me vamzadeb. Mən hazırlayıram deməkdir bu. Şen amzadeb. İs amzadebs. Çven vamzadebt. Tkven amzadebt. İsini amzadeben. Gələcək zamanda me movamzadeb. Gördüyünüz kimi burada da yenə indiki zamanda hallanma, indiki zaman hallanma formasının önünə sadəcə mo feil önü gəldi. Və oldu mo vamzadeb. Hazırlayacağım. Şen muamzadeb. İs muamzadebs. Çven movamzadebt. Tkven muamzadebt. İsini muamzadeben olacaqdı. Keçmiş zamanda me movamzade, yəni mən hazırladım. Şen muamzade, man muamzada. Burada da mütləq fikir verin ki, şəxs əvəzliyimiz man şəxs əvəzliyidir. Çven movamzadet, tkven muamzadet, mat muamzades. Üçüncü, yəni mesame zımna, əsəriz qidva, almaq. İndiki zamanda mevqidulob, mən alıram. Şen qidulob. İs qidulobs. Çven qidulobt. Tkven qidulobt. İsini qiduloben. Axla momavali gələcək. Me viqidi, mən alacam. Şen iqidi. İs iqidis. Çven viqidit. Tkven iqidit. İsini iqidiyan. Axla carsuli. Keçmiş zaman. Me viqide. Mən aldım. Şen iqide. Man iqida. Çven viqidet. Tkven iqidet. Mat iqides. Onlar aldılar. Bunlar bizim bugünkü 3 feilimizin, yəni qeteba, momzadeba və qidva feillərimizin 3 zamanda hallanmaları idi.
Amma mən sizə demişdim ki, 3 zamanda hallanmadan sonra biz bir də bu feillərin qavşirəbiti formasını öyrənəcəyik. İndi siz də hal-hazırda ekranda görəcəksiniz feillərin üçünün də qavşirəbiti formalarını. Bundan qabaqki dərsdə də biz danışmışdıq qavşirəbiti forma haqqında və mən demişdim, qavşirəbiti formanı düzəltmək üçün biz keçmiş zaman formasının sonunda e ilə bitirsə, əgər keçmiş bitmişdə, o e oya çevrilirdi demişdim. Onda bir neçə feilin qavşirəbiti formasını öyrənmişdik. İndi isə bugün bu 3 feilin qavşirəbiti formasını öyrənək. Başlayaq qeteba feili ilə. Qavşirəbiti də bu olur. Me გავაკეთო, მე გავაკეთო, შენ გააკეთო, მან გააკეთოს. ჩვენ გავაკეთოთ, თქვენ გააკეთოთ, მათ გააკეთონ. Baxın, bunun qavşirəbiti formasıdır. Qeteba feilinin. İndi ikinci, momzadeba feilinin qavşirəbiti forması. მე მოვამზადო, შენ მოამზადო, მან მოამზადოს. ჩვენ მოვამზადოთ, თქვენ მოამზადოთ, მათ მოამზადონ. ახლა მესამე ზმნა, ყიდვა qavşirებით ფორმაში. მე ვიყიდო, შენ იყიდო, მან იყიდოს. ჩვენ ვიყიდოთ, თქვენ იყიდოთ, მათ იყიდონ. Biz qavşirəbit forma haqqında danışanda demişdik ki, qavşirəbit forma ilk olaraq istəmək feilindən sonra istifadə olunurdu. Məsələn, minda istəyirəm, ginda istəyirsən və s. Minda გავაკეთო, minda მოვამზადო, minda ვიყიდო. Bir də შეიძლება edə bilmək. Შემიძლია გავაკეთო, yəni edə bilərəm. Შემიძლია მოვამზადო, hazırlaya bilərəm bu formada. Bir də შეიძლება, olar, olarmı? Məsələn, birisindən soruşuruq. Შეიძლება გავაკეთო, edə bilərəmmi? Შეიძლება მოვამზადო, hazırlaya bilərəmmi? Შეიძლება ვიყიდო, ala bilərəmmi? Bir də malı məli, unda, bundan sonra işlədirdik. Məsələn, unda გავაკეთო, etməliyəm. Unda მოვამზადო, hazırlamalıyam. Unda ვიყიდო, almalıyam. Bax, belə olurdu. Çünki biz daha öncəki dərsdə də qavşirəbiti forma haqqında danışanda demişdik qavşirəbiti formanı nələrdən sonra istifadə edirik. Və istəmək feilinə gəlin geri qayıdaq. İstəmək feilində şəxs əvəzliklərinin fərqi yoxdur, hansı şəxs əvəzliyində hallanıb istəmək feili. Məsələn, istəmək feili necə olur? Me minda, mən istəyirəm, şen ginda, mas unda, ჩვენ გვინდა, თქვენ გინდათ, მათ უნდათ olur. Yoxmu? Bu belə hallanır. Məsələn, minda გავაკეთო, ginda გააკეთო, unda üçüncü şəxsində artıq yoxmu? Unda. Çünki o istəyir deyəndə. Unda გააკეთოს. İstəyir ki, etsin. Gwinda გავაკეთოთ. Məsələn, gindat გააკეთოთ, undat გააკეთონ. Fikir verdinizmi? İstəmək feili də hallanır və qeteba, etmək feili də qavşirəbit formada hallanır. Eyni şəxsdə hallanırlar. İkisi də birinci şəxsin təkində, ikinci şəxsin təkində, üçüncü şəxsin təkində və s. Həmçinin digərləri də belədir. Minda movamzado, ginda moamzado, unda moamzados və s. Minda viqido, ginda iqido, unda iqidos. Bax, beləcə. Gördüyünüz kimi istəmək feili də hallanır və qavşirəbiti formada olan feil də hallanır. Amma fikir verin ki, eyni şəxsdədir. Məsələn, minda გავაკეთო, istəyirəm edim, yəni istəyirəm mən edim. Minda გავაკეთო. Görürsünüz, minda birinci şəxsdədir, birinci şəxsin təkindədir. Გავაკეთო, bu da yenə birinci şəxsin təkindədir. Bunlara da mütləq fikir verin. Bəli dostlar, bugünlük bu qədər. Deməli, bugün biz sizlərlə 3 feilin hallanmasını öyrəndik. Həm 3 zamanda, indiki, gələcək və keçmiş zamanda, həm də qavşirəbiti formada bu feillərin hallanmasını öyrəndik. Ümid edirəm ki, bugünkü dərs hər biriniz üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə görüşəndək sağ olun, salamat qalın. Qarqad.